Onun da arxasına gəlib hansı zaman hadisə eləsə, deməli sizə görə olur hadisə. Özünüzə də təhlükə yaratır, həmən sürücüyə də. Son zamanlar ölkə üzrə, o cümlədən Sumqayıt şəhərində piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayı artıb. Bu cür hadisələr çox zaman insan ölümü ilə nəticələndiyi üçün həm cəmiyyət, həm də dövlət qurumları tərəfindən ciddi narahatlıq doğurur. Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhər polis idarəsi və şəhərdə fəaliyyət göstərən könüllülər qrupunun təşkilatçılığı ilə bu istiqamətdə maarifləndirici və nəzarət xarakterli tədbirlər həyata keçirilir. Sizə inzibati cərimə yazılacaq 20 manat məbləğində. Çalışın belə nöqsanlara yol verməyin. Xahiş olunur həm özünüzün, həm ailə üzvlərinizin, həm də sürücülərin sağlamlığı üçün piyada keçidindən istifadə edin. Mən bir sürücü kimi, yəni bu insanların yolları pərakəndə şəkildə keçməyindən mən narahatlığımı bildirirəm. Məqsəd şəhər sakinlərini piyada keçidlərindən düzgün istifadə etməyə təşviq etmək, yol hərəkəti qaydalarına əməl etməyənlərə qarşı hüquqi tədbirlərin görülməsini təmin etməkdir. Özünüz də başa düşün, məktəbli yoldaşlarınız da başa salın ki, piyada keçidi olmayan yerlərdən keçmək olmaz. Bax, yaxında 20 metr qabaqda da piyada keçidi var. 20 metr arkada da piyada keçidi. Cavan körpə uşaqlarsınız. Niyə öz həyatınızı risk atırsınız? Orada da piyada keçidi var. Biraz qabaqda da var. İndi baş yoldan keçirsiniz, həm özünüz üçün, həm də sürücülərin həyatını təhlükəyə atırsınız. Sizə inzibati protokol tərtib olunacaqdır. Bir daha belə nöqsanlara yol verməyin, yaxşı? Deyirsiniz ki, tələsirəm. Tələsirsiniz, burada dayanırsınız. Özünüzə təhlükə yaradırsınız. Digər sürücülərə də, vətəndaşlara da. Reydlər zamanı müəyyən olunub ki, bir çox sakinlər hərəkətdə olan nəqliyyat vasitələrinin intensiv olduğu anlarda belə piyada keçidlərinə istifadə etmədən yolun istənilən hissəsindən keçməyə cəhd edirlər. Bu isə onların həyatını təhlükə altına atmaqla yanaşıb, sürücülər üçün də qəza riski yaradır. Körpə uşaqla keçirsiniz, uşaq üçün də təhlükə yaradırsınız, özünüz üçün də, nəqliyyat vasitələri üçün də təhlükə yaradırsınız. Sizdən çox xahiş edirik ki, piyada keçidlərindən istifadə edəsiniz. İnzibati protokol tərtib olunacaq. İnzibati Xətalar Məcəlləsinin 338.1.2-ci maddəsindən piyada zolağından istifadə etmədiyinizə görə. Polis əməkdaşları qaydalara riayət etməyən və piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyən şəxslərə qarşı inzibati protokollar tərtib edib. Ailə üzvlərimizə, ailə fərdlərinə bildirin ki, yol hərəkəti qaydalarına riayət eləsinlər. Xəyal xanım, sizə inzibati protokol tərtib olunacaqdır. Bir daha belə nöqsanlara yol verməyin. Hacer xanım, uşaqla keçirsiniz, sizdən qarşılıqlı piyada keçidi var. Bu tərəfində piyada keçidi var. Məsələn, o uşaq sizdən nümunə götürməlidir. Öz həyatınız üçün, körpə uşağınız üçün təhlükə yaradırsınız. Bəli. Tədbirin əsas məqsədi şəhər sakinlərini piyada keçidlərinə istifadə etməyə məcbur etmək deyil. Onları bu vərdişi gündəlik həyatlarının ayrılmaz hissəsinə çevirməyə təşviq etməkdir. Çünki bu cür davranış yalnız onların deyil, bütövlükdə yol hərəkətinin təhlükəsizliyini təmin edir. Mən İcra Hakimiyyətinin könüllüsü Yeganə Cavadova sizi maarifləndirmək üçün buradayam. Hansı ki, siz öz sağlamlığınız, digər vətəndaşların da sağlamlığı üçün piyada keçidindən istifadə edəməlisiniz. Növbəti səfər sizdən